Davam edirik dünya gündəmi ilə. Tayvanın müstəqilliyi beynəlxalq nizama zərbədir. Çin adanı birləşdirmək üçün hər şeyi edəcək. Bunu Çin Xarici İşlər Naziri Wang Yi deyib. Xarici İşlər Naziri həmçinin bildirib ki, Birləşmiş Ştatlar Çinə təzyiq edərsə, Pekin əks tədbirlər görəcək. Bundan əlavə, Çin hökumətinin 14-cü Çin Xalq Nümayəndələri Konqresinin 3-cü sessiyasının açılışında yayılan hesabatında bildirilib ki, Pekin Tayvan məsələsinə xarici qüvvələrin müdaxiləsinə qəti şəkildə müqavimət göstərməyi planlaşdırır. Bütün bu açıqlamalar fonunda maraqlıdır. Çin Tayvana hücum edib. Adanın dövlət olaraq varlığına son qoya bilərmi? Çin və Birləşmiş Ştatlar arasında toqquşma ehtimalı nə qədərdir? Birləşmiş Ştatlar Tayvanı sona qədər müdafiə edə biləcəkmi? İzləyək. Tayvanın müstəqilliyi BMT-nin nüfuzuna və 2-ci Dünya müharibəsindən sonraki beynəlxalq nizama açıq-aşkar zərbədir. Çin adanı materiklə yenidən birləşdirmək üçün hər şeyi edəcək. Çin Xarici İşlər Naziri Wang Yi'nin sözlərinə görə bu məsələdə Amerika Birləşmiş Ştatları Çinə təzyiq edərsə, Pekin əks tədbirlər görəcək. Bundan əlavə, Çin hökumətinin 14-cü Çin Xalq Nümayəndələri Konqresində yayılan hesabatda bildirilib ki, Pekin Tayvan məsələsinə xarici qüvvələrin müdaxiləsinə qəti şəkildə müqavimət göstərməyi planlaşdırır. İndiki məqamda Çin Xarici İşlər Nazirləri rəhbərlərinin Tayvan, eləcə də Amerika Birləşmiş Ştatları ilə bağlı sərt açıqlamaları və parlamentin hesabatı başa düşürəndir. Çünki hələ birinci prezidentliyi dövründə Pekinə müxtəlif iqtisadi təzyiqlər göstərmək istəyən Donald Trump ikinci hakimiyyəti dövrünün ilk aylarından tamamilə Çinə hədəfləyən həmlələr edir. Pekindən gələn məhsullar, gömrük rüsumunun artırılması, Birləşmiş Ştatlara məxsus bir çox şirkətin Çin bazarını tərk etməsi, Vaşinqtonun Qrenlandiya və Panama kanalını ilhaq edərək ticarət nəhənginin dünya bazarına çıxışına müəyyən problemləri yaratması bunun ən böyük sübutudur. Təbii ki, bütün bunların fonunda Çin də Ağ Evə qarşı həmlələr edir. Həmçinin Vaşinqtonun himayəsində olan Tayvan adasını ələ keçirəcəyini bildirir. Çinin Tayvanı materikə birləşdirmək istiqamətində verdiyi açıqlama ilk növbədə Donald Trumpın məhz həyata keçirdiyi siyasətdən asılıdır. Çünki Donald Trump Qrenlandiya və Panama kanalına iddialar irəli sürür və Qrenlandiyanın ABŞ-a birləşdirilməsini, Panama kanalının ABŞ-a verilməsini tələb edir və bundan da çıxış edən Çin əlbəttə ki, uzun illərdir ki, Tayvanı Çinə birləşdirməyə çalışır və bunun kökündə əlbəttə ki, indiki Amerika administrasiyasının siyasətindən irəli gəlir. Çini narahat edən digər bir amil hazırda Birləşmiş Ştatların Rusiya ilə əlaqələrini bərpa etməsidir. Belə ki, Pekin hər nə qədər iqtisadi cəhətdən güclü olsa da, hərbi və geosiyasi əlaqələri baxımından müəyyən mənada Moskvanın dəstəyinə ehtiyacı var. Doğrudur, Rusiya və Birləşmiş Ştatların yaxınlaşması, Avropa İttifaqı ölkələri və Çinin münasibətlərinin yüksəlməsinə gətirib çıxara bilər. Amma diqqətdə saxlanılmalı bir məqam var ki, qoca qitənin nümayəndələri də hazırda iqtisadi, siyasi və hərbi böhranla qarşı-qarşıyadır və bu səbəbdən Vaşinqtonla əlaqələrini normallaşdırmağa çalışırlar. Bütün bunların fonunda Avropa İttifaqı və Rusiya Birləşmiş Ştatlarla münasibətlərə üstünlük verir ki, bu da Pekinin siyasi arenada Vaşinqtona qarşı tək başına qalmasına səbəb ola bilər. Odur ki, Çin ilkin mərhələdə Ukrayna münaqişəsinin Birləşmiş Ştatların istəməyəcəyi formada davam etməsi, Tayvanın ilhaqı kimi məsələlər üzərindən həmlələr edərək Trump administrasiyasına qarşı uğur qazanmağa çalışır. Amerika Tayvan konusunda iddialı ve Tayvan'ı gerekçe göstererek de Çin'in önlenemeyen yükselişinin önünü almak arzusunda. Tabii Ukrayna krizinde özellikle Rusya'yı ikna edip Ukrayna'da şeklen de olsa bir barışın tesis edilmesi, bu barış tesis edilemese bile Ukrayna'da Avrupa ile Rusya'nın savaşı devam etme ihtimali söz konusu. Putin'le bir ittifak yaparak Çin'e karşı büyük bir hamle gerçekleştirilebilir. Trump və Putin anlaşacaqsa, bu geosiyasi müstəvidə Amerika və Rusiyanın bir çox məsələdə birgə hərəkət etməsini şərtləndirə bilər. Ki bu Çinin dediyim kimi bu təklənməsi gətirib çıxarda bilər. Çin üçün əsas müttəfiqlərdən biri Avropa İttifaqı ola bilər ki, əvvəldən əslində bu proses, bu yaxınlıq var idi. Amma indi Avropanın düşdüyü vəziyyət fonunda Çin anlayır ki, geosiyasi müstəvidə öz cəhbəsini gücləndirmə imkanları zəifləyir. Görünən odur ki, Birləşmiş Ştatlar və Çinin bir-birinə qarşı apardığı hibrid qarşıdurma artıq açıq müstəviyə keçir. Əvvəllər Vaşinqton və Pekinin hərbi qarşıdurması gələcəyin məsələsi hesab edilirsə, indi artıq meydanda açıq təhdidlər var. Bu mümkün müharibənin açarı isə Tayvandır.